Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəri Binəqədi yolunun üstündən yoldan 200-300 metr məsafədə 92-91-170 marşrutlarından hardasa təxminən 250-300 metr məsafədə 2 sotun içində 4 otaq yuxarıda, aşağıda da 2 otaq köməkçi olmaqla qəşəng tam təmiri bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağım. Evin qoy bəri başdan sənədini deyim ki, bələdiyyə sənədi də bunu da nəzərinizə çatdırım, arxivli sənəddir. Demək, ayrıca əl qapısı var, hörmətli izləyicilər. Bir də ayrıca darvazası var. Gördüyünüz kimi, bu darvaza hissəsindən maşın girən hissəsidir. Buradan da keçirik, indi əl qapısı ilə birbaşa evin özü ilə tanış olaq. O, buradan əl qapısıdır. Burada bağça yaratması balaca bir torpaq, ev sahibi torpaq yaradır, boş torpaq sahəsi saxlayıb. Gördüyünüz kimi pəncərələri genişdir. Evin buradan da maşın girən rahat bir həyəti var. Gördüyünüz kimi, hörmətli izləyicilər. Hər tərəfi açıqdır, havalanmaya tam uyğundur. Gördüyünüz kimi, bütün pəncərələr hamısı öz hazırlığının içinə baxır. Yan tərəflərdə buradan açıqdır. Gördüyünüz kimi, hörmətli izləyicilər. Bax, bu hissəsi də. Bax, görürsünüz, buranı da keçmə mümkündür. Keçən də evin içindən tanış olaq. Ev çox qeyri-adi bir proyektdə inşa olunub. Bax, girən kimi buradan. Gör, neçə daş hündürlüyü idi. Qalxdın yuxarı. İndi ev sahibi görünə ağarıb. Yayda zatda oturmaq üçün arıza burada bir şərait yaradıb. Buranın stipolun çəkib sistemin. Yəni, stəşkanın altındadır. Burada istədiniz bir şərait yarada bilərsiniz. Bura mətbəx hissəsi kimidir. Yayda zatda oturmaq üçün sərin əlverişli. Yuxarında bax, belə apşıpqa ilə yığdırıb. Belə burada, nə bilim, paltar yon maşını zat nəsə qoymaq üçün belə bir şərait yaradıb. Burada bir otaq var, istirahətçi. Yuxarılar, görürsünüz, apşıpqa ilə yığılıb, yəni izolyasiya olunub. Yerdə stipoldur. Bax, buranın da stipolunun kollektordur. Görürsünüz, hörmətli izləyicilər. Hamısını dəqiq deyirəm ki, yəni rahat olun ki, yəni dəqiqliklə. İşıq sistemlərdə hamısı çəkilib. Solda da burada bir dənə balaca bir otaqdır. İstirahətin əlverişlidir. Yayda duş aşağı otur, burada sərindir hissəsi olur bura. Qalxaq evin yuxarı hissəsindən tanış olun. Yuxarı tam təmiri hazır vəziyyətdədir. Qalxan kimi bu hissəsi gördüyünüz kimi qonaq otağıdır. Qonaq otağı 4 metrin hardasa 7 metr olar. 28-30 kvadrat olar. Kombi sistemlər hamısı çəkilib. Bir yataq otağı burada. Hardasa 12 kvadrat, 12-14 kvadrat olar. Təxmin ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Dəhlizin sonunda bura sanuzel hissəsidir. Sanuzel də gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri vəziyyətdədir. Burada bir yataq otağıdır. Hardasa 280'in üçün belə 5 metr olar. Məsafədə 60-70 santim var. Burada da yeni bir geniş yataq otağıdır. Bu da hardasa 380'in 4 metrə zadə olar. 16 kvadrata yaxın, 15-16 kvadrat olar. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsini əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxması, hörmətli izləyicilər. Evin qiyməti 120 start qiymətdir. Real aldıqsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.